Respublikanın istedadlı bəstəkarlarından biri olan Arif Cahangir oğlu Məlikov 1933-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Onun uşaqlıq və gənclik illəri Respublikada Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarların yaşayıb yaratdıqları dövrə təsadüf etmişdir. Kiçik yaşlarından böyük maraq göstərdiyi musiqi ilə yanaşı, o ədəbiyyat və rəssamlıqla da maraqlanırdı. Arif Məlikov 1948-ci ildə Bakı Musiqi Texnikumuna daxil olmuşdur. Burada təhsil aldığı müddətdə ilk əsərlərini yazmışdır. Tar üçün bir neçə pyes, fortepiano üçün prelüdlər və s. 1951-ci ildə texnikumu bitirdikdən sonra Şuşada musiqi müəllimi vəzifəsində çalışmışdır. Arif Məlikov 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Konservatoriyada təhsil aldığı müddətdə polifoniya və eləcə də orkestr musiqisinə xüsusi maraq göstərmişdir. O, fleyta ilə simfonik orkestr üçün konsertino yazır, qabo ilə orkestr üçün konsert üzərində işləyir. Bəstəkar həmçinin Qara Qarayevin, Prokofievin yazdıqları baletlərin təəssüratları altında balet suitası yazmaq qərarına gəlmişdir. 1957-ci ildə Nağıl simfonik poemasını yazır. O, konservatoriyanı 1-ci simfoniyası ilə bitirir və 1958-ci ildən artıq Arif Məlikovun müstəqil yaradıcılıq fəaliyyəti başlayır. 1959-cu ildə Füzulinin xatirəsinə simfonik poemanı yazmışdır. Qara Qarayevin məsləhəti ilə o, Məhəbbət əfsanəsi baleti üzərində işləmiş, balet Leningradda tamaşaya qoyulmuşdur. Məlikovun 8 romansdan ibarət 2 məcmuəsi onun vokal yaradıcılığını təşkil etmişdir. Mahnı janrında da bəstəkarın fəaliyyəti geniş olmuşdur. O, Səməd Vurğunun, Nəbi Xəzrinin və s. şairlərin sözlərinə xeyli miqdarda mahnılar yazmışdır. Məsələn, Azərbaycan, Günəş, Güllərim, Əks-səda, Ulduzlar sönmür, Dön geri bax, gəl bizim dağlara, Mavi dəniz və başqalarını misal göstərmək olar. Xüsusilə onun İnandım tangosu dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 1963-68-ci illərdə müxtəlif janrlarda əsərlər yazmışdır. Məsələn, simfonik lövhələr, Dalğalar musiqili komediyası, bir sıra dram tamaşalarına və kinofilmlərə musiqi, mahnılar və s. Məsələn, o, Ulduzlar sönmür, Rüstəm və Zöhrab, Siyavuş, Axırıncı aşırım, Qərib Cinlər ölkəsində kinofilmlərinə mahnı yazmışdır. Arif Məlikov həmçinin Nəbi Xəzrinin Torpağa sancılan qılınc, Viktor Hugo'nun Qavroş, Səməd Vurğunun Komsomol poeması dram tamaşalarına musiqi yazmışdır. Mahnı teatrı üçün Səməd Vurğunun sözlərinə yazdığı Azərbaycan, Günəş böyük rəğbət qazanmışdır. Bəstəkarın yeni axtarışlarının nəticəsi olan 2-ci simfoniya ilk dəfə 1970-ci ildə səsləndirilmişdir. 1974-cü ildə o 3-cü və 1977-ci ildə 4-cü simfoniyalarını tamamlamışdır. 1982-ci ildə Arif Məlikovun 2 Qəlbin dastanı baletinin ilk tamaşası olmuşdur. Bəstəkar kamera musiqisi sahəsində də fəaliyyət göstərmişdir. Fortepiano üçün Anlar, skripka üçün Sonata və s. qeyd etmək olar. Artıq 1985-ci ildə o 5-ci və 6-cı simfoniyaların müəllifi idi. 1995-ci ildə yazdığı 7-ci simfoniya Türk xeyriyyəçisi İhsan Doğramaçıya həsr olunmuşdu. Bəstəkarın 8-ci simfoniyası Əbədiyyət adlanmışdır. Bu simfoniya ölməz liderimiz Heydər Əliyev cənablarına ithaf olunmuşdur. Arif Məlikov həmçinin İşarəmi dənizdən gözləyin, Gecə qatarında qatil, Hacı Qara kinofilmlərinə musiqinin çoxlu miqdarda mahnıları müəllifi idi.
Arif Məlikov Azərbaycan SSR-sinin əməkdar incəsənət xadimi, Azərbaycan SSR-nin xalq artisti, SSR-nin xalq artisti fəxri adlarına və dövlət mükafatına layiq görülmüşdü. O həmçinin Şöhrət Nişanı ordeni, İstiqlal ordeni ilə təltif edilərək dəfələrlə SSR Ali Sovetinə deputat seçilmişdi. Bəstəkar 1979-cu ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi. Arif Məlikov dirijor kimi də fəaliyyət göstərmişdi. Onun yaradıcılığında müasir həyata münasibət öz əksini tapmışdı. O daima keçmiş dövrlə müasir dövrü qarşı-qarşıya qoyaraq milli musiqi sənətinin ən yüksək keyfiyyətlərini göstərməyə çalışmışdır.